Laboratoriya. Laboratoriya ən ideal bir ağrı saxlayan özü bilər. caviz Caviz 6 manatdır. qoz. Haran qozudur? Pazmarı. Pazmarı. Pazmarın şəlaləsi nətərdir? Belə super. Bir gün gələcək sizi aparacam şəlaləyə. Nə vaxt o günü de da? Hansı gün siz Yox de, sən de. Biz səhər, bir günü, bir həftədən sonra, bir aydan sonra ürəyiz nə vaxt? Mənim adım İdrisdir. Nə vaxt gəlsəz, nə vaxt gəlsəz qonağımsınız. İdris, Şəkil. Pazmarı. 3, 2, ora bax, 1. Şor neçədir? Şor 2 manatdır. 2 manat. Bax, bu nədir? Bu inək hərasıdır. Dəqiq baxın, bax, yağla birsən yanıqlayan da. Bu orijinalıdır da, yəni bunu. Neçədir bu yağ? 10 kilosu 30 manatdır. Halal eləyirsən bunu. Allah xoş olsun. Bismillah. Özüm inəklərim var, öz inəklərimizdir. Bazar olsun. Sağ ol. Kiriş, cacığı. Allah bol müştəri yetişsin. Kirişi var, cacığı var, hər şeyimiz. Kiriş neçədir? Kiriş 1 manatdır. Yaxşı. Dünən mən 1 manat 50 qəpiyə almışdım. 1 manatdır mənə. Bazar olsun. Sağ ol, sağ ol. Sağ ol. Necəsiz? Nə var, nə? Yerli nə məhsullarınız var? Yerli lobya var, üstü lobya var. Yerli limonumuz var, 3 manat. 10 manat da üstü lobya var. Almaxaralarımız var. Bazar olsun. Sumaq neçədir dediniz? İstəkanı 1 manatdır. Ha, yaxşı. Müəllim, Yox, onda sizə yox, pul lazım deyil. Gör nə deyirəm, bunu Ala bu sən pul ehtiyac deyil, vəssalam. Yox, gör. Vallahi deyirəm ehtiyac deyil, vəssalam. Yox, mən özümü elə dilənçi kimi hiss edirəm. Yox, Allah eləməmişdir. Niyə yox, mən onu da istəmirəm, yox. Sizə verək. Bəs qızıl günün özü Bu da neçədir? özüdür, 5 manatdır. Hardan gəldi? Dəstəkəri. Bu daşda da yaman məhsul istəyirsən ellər, ha? Afərin. Dəstə böyük kənd olduğu üçün həmişə belə deyək də əzəməti ilə, həmişə ərik bağlarından ilk öncəliklə sözünü demişdi. Kəndlərdən biridir. Ordubad rayonunda ən böyük dəstə kəndi öz yerin sözünü deyir. Bazar olsun. Çox Sağ ol. Ordubad bazarına çəkiliş elədik. İndi isə yolumuza davam edirik. Sağ olun. Ordubad qədimlik ilə seçilən şəhərlərimizdən biridir. Bu qədim diyarın mərkəzində isə əsrlərə şahidlik edən Cümə məscidi ucalır. Sadəliyi ilə diqqət çəkən bu məscid əslində böyük bir tarixin mirasıdır. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله. Onun divarları bu torpağın keçmişindən xəbər verir. Burada hər daşın, hər küncün bir hekayəsi var. Bu məkan insanı sakitliyə, düşüncəyə və mənəviyyətə aparır. Ordubad tarixi sadəcə oxunmur, yaşanır. Gəzək, görək. Bu tarixə birlikdə şahid olaq. Ordubad şəhərini gəzdik, dolaşdıq.
Amma tam gəzib qurtarmamışam. Hələ də gəzməli, görməli yerləri vardır. Amma günorta olduğu üçün yemək istədik ki, dedilər ki, burada piraşki məşhurdur. Elə o piraşkin dadına baxacaq. İçəridə xüsusi bir gözəllik özləri də qurub, tam çayın kənarında gözəl bir məkanda. Bəzən gəzdiyim və gördüyüm elə yerlər vardır ki, onları bir çərkiyə yığıb demək mənim üçün də belə çətindir. Bu gözəl məkanı gəzərkən iki xanım diqqətimi çəkdi. Çünki mən onları Culfa rayon xəstəxanasında görmüşdüm. Yaxınlaşıb istəyirəm biraz həmsöhbət olaq. Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Yaxşısınız, sağlıq otura bilərik. Necəsiniz? Necə gedişləriniz? Yaxşı keçir. Hər şey yaxşı. Ulu öndərimiz Heydər Əliyev, Allah ona qəni rəhmət eləsin. Gözəl söz deyib. Azərbaycanın incisi Ordubaddır, Ordubad şəhəri. Gəlirsiniz, gedirsiniz, həm qonaq sevər, həm gözəl insanlar. Ordubaddan gözəl alimlər, necə deyim, şairlər. Bu torpaq çox gözəl torpaqdır. Qonağınız olsa nə bişirərsiniz? Qonağımız olsa, Ordubadın ən gözəl yeməyi olan qayğanaqdır, dolmadır, şiftədir, qovurma anam maşxörəkdir, sonra ərişdədir, belə də bastırmadır. Belə yeməklər Ordubadın ən gözəl yeməkləridir. Yaxşı, haranı gəzdirərdim? Ordubadın hər bir yeri gözəl. Gözəl də ayrı, məsələn, indi deyəsən qonaq hər bir yer gözəl bitdimi? Deyəlim, mən bugün gəldim, Şah Abbas məscidi idi bu. Bəli. Oranı gəzdim. Yusuf Məmmədəliyev, buradan belə Oranı da keçirdi, gəzdik. Sonra Məmməd hara? Səid Ordubadidir, bizim alimlərimizdir. Tarixi yerlər hara var gəzməli? Tarixi yerlər bu muzeyimizdir, burada muzey var. Bəli, düz burada. Düz burada. Yaxşı, muzeyə birazdan gedəcəyik. Bu axtdan qonaqdan deyirsən, oturandan demirsən bir çay iç. Süzək Qonaqlıqdan demir. Ya gedirəm. Valla Zarfa ürəyim. Oldu, Sağ olun. Sağ olun. Nə həkim idiniz? Mən kadr üzrə mütəxəssisim. Maşallah. Bəs siz? Bu da kadr. Mən Ordubadın kadr üzrə mütəxəssisiyəm, bu da Zulfan kadr üzrə mütəxəssisidir. Maşallah. Yaxşı. Əla. Şad oldum. Gedək piraşkimizi yeyək. Ondan sonra gəzməli, görməli yerlər də yaxından tanış olaq. Hələlik. Sağ olun, minnətdarım, sağ olun. Dostlar, təsadüfən bu məkanın rəhbəri Etibar müəllim buradaydı, görüşdüm, şad oldum. Buyurun. Çox sağ olun, Mübariz müəllim. Keçən dəfə əslində siz gəlmişsiniz, mən burada olmamışam. Sizə bir qulluğunuzda duram. Ay, Allah razı olsun. Allah sizə ömür versin. Siz verilişlərdə baxıram, YouTube-da da siz çox fəal iştirak edirsiniz bu işlərdə. Var olun. Xoş gəlmisiniz. Bizim Ordubadda işimiz bu gələn qonaqların qulluğunda durmaqdır. Bu da bizim məşhur piraşkidir. Bu niyə belə özəldir və gözəldir? Bunu biz çox özəlliyi oradadır ki, təmiz yağda olur. Bu piraşkin qiyməti neçədir? 40 qəpikdir piraşkimiz. Sonra nələr var bura? Buranın ət qutabımız var. Çox yaxşı ət qutabı var. Göy qutabımız var. Biraz zamanınız olsa deyərdik göy qutabı da gətirərdilər. Biri olar, birinin dadına baxar. Bu da çox gözəl qutabdır. Dostlar, inanın, nəinki Naxçıvan şəhərindən, Bakıdan bura gəlib bunu yeməyə dəyər. Bu gözəllik, bu qonaqpərvərlik, bu mehribançılıq hər yerdə ələ düşməz. Çox gözəl dondurması var buranın. Yəni, Naxçıvanda məşhur bir dondurması var. Təbii süddəndir. Çox gözəl dondurmadır. Bizdə niyə adı Dübəndidir? Bu çayın adı Dübəndi çayı. Hə, Çayın adı Dübəndi olduğu üçün məkanın da adını Dübəndi qoymuşuq. deməli dostlar, çayın adı Dübəndidir. Ona görə də Dübəndi, yəni iki bənd demək. Hə, Dübəndi. Elə deyilmi? Hayladır, hayladır. Açıq və səmimi bir etiraf edəcəm. Həyatı boyu indiyə qədər yediyim ən ləzzətli ət qutabıdır. Piraşkilər mükəmməl, paxlavanı özünüz pişirirsiniz. Özümüz bişiririk. Yerli paxlavadır. Dondurma gəldi. Buranın yerli südündən hazırlanır. Yəni, yerli süddən hazırlanır. Bismillah.
Vay. Ha, bu qaymaq kimidir. Belə marojni Qaymaq kimi yox, qaymaq. qaymaqdır. Hə. Qaymaqdır, həqiqətən qaymaqdır. Paxlava da əsl Ordubad paxlavasıdır. Bura gələndə paxlava neçə var? Paxlava 1 manatdır. Biri 1 manat. Çox ideal qiymət. Dondurma, Dondurmanın 100 qramı 1 manatdır. Aa. 200 qram normal pors 2 manatdır. Bu arada da şad oldum, tanış Allah canınıza olmağa. dəyməsin. Deməli dostlar, dondurma əla, məkan əla. Su, belə deyim, atmosferi gözəl, ambiyansı gözəl. İşçiləriniz çox səmimi və piraşkilərin də dadı mükəmməl idi. Paxlava deyəsiz, yaxşı indi dadına baxacam paxlavanın. Bu nədir? Bu bizdə göy qutabıdır. Çox Maraqlı. gözəl bir şeydir, mükəmməl. Bu bütün otları, bu qaz ayağıdır. Bu otlar hamısı təbiidir. İlk dəfə bu üslubda qutab görürəm. Qutabdır, göy qutab. Ha, yer gəlmişə xəmirin belə xırçıltılı olmağı yağlı xəmirdir bu. Amma bax, Çox xırçıl deyil. Bax. Vay. Çox mükəmməl bir şeydir. Yəni Bu nədir? Ay müdür. ya bu Bu nədir? Və bu doyandan sonra gətirib bunu toydan sonra nağara bax. Bismillah. O qədər ləzzətli, o qədər dadlıdır, istidi ona görə. ya çox Mən gözəl. sizə bir Azərbaycan vətəndaşı kimi, bir ləzzət ovçusu kimi, ləzzətləri ovlayan kimi, bir Mübariz Vəliyev kimi təşəkkür edirəm Sağ olun. ki, xalqımıza doğru, dürüst, ədalətli xidmət göstərsin. Sən Hə, bu arada Emin də gördük burada dostlar. Emin, Ordubad sənə sağ ol. Hansı təsadüfən görüşmüşük ya? Hansı təəssüratlar sənə bəxş elədi? Gözəl bir çay içdik Ordubad limonuna. Aha. Ordubada çoxdan idi gəlmirdi. Ümumiyyətlə Ordubadda olmuşdunmu? Olmuşdu. Düz şəhərdə. Düz şəhərdə olmuşdum, amma bəlkə bir 15 il var. İstəyirəm ki, buranı da göstərin, biz muzeylə tanış olaq. İnşallah, Nə çox edək, şad vaxt olardım. itirməyək. Gəlin, muzeydə nələr var, bircə baxaq. Deməli, biz artıq muzeydəyik və həftə içi 5 gün Ordubad şəhərində yerləşən Qeysəriyyə muzeyi ilə gəlib yaxından tanış ola bilərsiniz. Keçək Emin bəy, gəl. Salam, hər vaxt xeyir olsun. Necəsiz? Salam, hörmətli qonaqlar, hər birinizi xoş gördük Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyində. Mən Əhmədova Aysel, Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyinin ekskursiyasıyam. Çox şad oldum. Hər birinizi xoş gördük. Sağ olun. Muzeyimizdə dəyər vermisiniz, gəlmisiniz. Sağ olun. Çox minnətdaram, hər birinizə təşəkkür edirəm. Biz təşəkkür edirik. Muzeyimiz 1982-ci ildə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır. Ay maşallah. İlk dəfə 150 eksponatla Cümə məscidində fəaliyyət göstərmişdir. Daha sonra 1990-cı ildən gördüyünüz bu möhtəşəm abid olan Qeysəriyyə binasında öz fəaliyyətini davam etdirir. Muzeyimizi 17-ci əsrdə 1-ci Şah Abbas öz xanımı üçün tikdirmişdir. Buranın adı niyə Qeysəriyyədir? Bəli. Nə deməkdir o? Qeysəriyyə 17-ci əsrdə şahlara məxsus qiymətli daşqaşların satıldığı bazar olub. Ticarət mərkəzi Deməli anlamındadır. belədir. Qeysəriyyə şahlara, zadəcanlara məxsus bir Gördüyünüz hücrələrdə də məhz onlara məxsus şəxsi əşyalar satışa Və çıxarılır. kim tikdirib bunu? 1-ci Şah Abbas Səfəvi hökmdarı 1-ci Şah Abbas öz xanımı üçün tikdirmişdir. Bax görürsün. Bəli. Deyirəm ki, Eldənizlilər, Nömrə xatun. Bəli. O, yəni bir bəyin Öz xanımına verdiyi xanıma dəyər. verdiyi dəyər Bəli. həm dövlətimizdə, həm İslamda nə qədər böyük bir dəyəri var imiş ki, bir xanımı üçün böyük bir tarixi bir əsər, tarixi bir daim yaşayacaq bir, tarixdə yaşayacaq bir kilit tikir ki, bu insan üçün muzey mi deyil? Məsələn, mən üzr istəyirəm, Hindistanda olanda Tac Mahal.
Orada da xanımı üçün tikib onu. Bəli. Təsəvvür edirsiniz? Buyurun, gəlin muzey ilə tanış olaq. Buyur. Buyurun. Onu da qeyd etmək istərdim ki, bu cür möhtəşəm binaya dünyanın 3 yerində rast gəlmək olar. Təbrizdə, Səmərqənddə və Ordubadda rast gəlmək olar ki, ən görkəmlisi və abadı məhz bu. Gördüyünüz Maşallah. Ordubad şəhərindəki Qeysəriyyə binasıdır. Daha sonra paralel cüşəmizdə Ordubad ərazisindən tapılmış qədim başdaşlar sərgilənir ki, bunlar da öz tarixiliyi və müxtəlifliyi ilə fərqlənirlər. İllərin aylarından mübarək Rəcəb ayından Hicri 917-ci ildə miladi 1511-12 məhrum Əhməd 542-ci il. Gördüyünüz bu daş kitabədə yazılmışdır. Muzey bir ölkənin keçmişindən xəbər verir. Bugünkündə elə ölkələr var ki, qabaqcıl ola bilər, amma düşünün tarix və muzeyi yoxdur. Yəni nə var? Dərinliyi yoxdur. Elə. Amma biz böyük bir tarixə malik bir millətik, bir dövlətik. Sizə Ordubadın ən məşhur adət-ənənəsini deyim ki, bu tarix boyu fərqlənmişdir. Hər zaman Ordubad bu adət-ənənəsi ilə gördüyünüz qapı zəngləri mövcuddur ki, kişiyə aid qapı zəngi vardır və qadına aid qapı zəngi vardır ki, bunlar öz səs ahəngi ilə bir-birindən fərqlənirlər. Gördüyünüz taqqıl baba adlanan qapı zəngidir ki, kişiyə aid qapı zəngidir və evə gələn qonaq kişi qonağıdırsa, həmin zəngdən istifadə edərmiş. Və əgər qadın qonağıdırsa, zəncir baba adlanan qapı zəngindən istifadə edər və evin xanımı ayağa qalxarmış. Bu arada muzeyə giriş ödənişlidir, yoxsa? Xeyr, tam ödənişsizdir. Qəti Acama, nə istəyirsiniz? Ödənişsizdir. yoxdur. Bəli, bəli. Gəlirsiniz, uşağınızı götürürsünüz, səlqəli və heç bir əşya toxunmaq olmaz. Elə bir nostalji, elə bir dərin bir hisslər yaşadım ki, həqiqətən bir anlığa elə bir geçmişə gedirdim, qayıdırdım. Bu gözəl anı, bu gözəl muzeyi bizə yaşatdıran hər bir insana xüsusi bir minnətdarlığımı bildirirəm. Sizə də öz minnətdarlığımı Diqqətinizə görə təşəkkür edirəm və təşəkkür bütün edirik. kollektivizə. Çox sağ olun. Çox təşəkkür. Hal-hazırda mən Ordubad rayonunda yerləşən 14-cü əsrə aid olan buzxana tarixi abidəsinin öndəyim. İndi isə daxil olaq içəridə görək nələr vardır. Məlumat üçün bildirim ki, Naxçıvan şəhərində elə məhz eyni bu ölçüdə bunun kimi buzxana var. Adı buzxanadır oranda. Hündürlüyü belədir. Məsələ oradakı yerin alt hissəsində olan və hündürlüyü daha çox olan bir yerdir. Düzdür. Məhsulları necə saxlayırdılar? Necə olurdu ki, məhsullar buzlu olaraq qalırdı? Onu da tam olaraq bilmirəm. Amma belə baxanda həqiqətən də çox fərqli bir tikilidir. 14-cü əsrdə tikilmiş bu buzxana Ordubada gələrkən buranı da görmək lazımdır. Gəzək görək, nələr var? Yenə sizinlə mütləq bölüşəcəm. Deməli, buranın bir xüsusi bir tarixi bir yer var ki, adı nə idi? 40 pillə. 40 pillə bayaq dedim, dediniz 40 bulundu. Yox, 40 pillə adı. 40 bulaq deyirlər, amma bulaq yeridir. 40 bulaq. Gəlin o yerlə yaxından tanış olaq, görək necə bir yerdir. Sən tanışsan da bilirsən ora. Gedək, adı nə idi? Hüseyn. Hüseyn, getdik. Ordubaddansan özü də, parasında. Elə özün. Həyətlərdən gələn səslər, küçələrdə rast gəlinən sadə və səmimi insanlar bu şəhərə xüsusi ruh qatır. Bax, beləliklə qaranlıq bir yoldur. İndi gəl. Mən ki. Yox, mən sən ömür boyu vermərəm, qabağa. Bir görəcəksən. Elə məhz su götürürlər. İndi son zamanlar yağış çox yağdığı üçün, Hüseyin, düzdürmü? Burada belə su çox olub deyə daş. Normalda bildiyimiz kimi o arx görsənir, oradan belə su gedir. Bura 40 pilləli bulaq deyirlər. Gedək. Ordubadın daha qədimi fərqli bir yerləri harda var? Gəzib, görüb sizə mütləq məlumat verəcəyik. Hüseyin, mən sənə təşəkkür edirəm. Bir ayaq bulaq deyilən
bir məkanı sizinlə gördük. Deyirlər bəzən, şəhərlər var ki, onları sadəcə görmürsən, hiss edirsən. Ordubad da məhz belə şəhərlərdən biridir. Bu şəhərin küçələri dar olsa da, hər biri geniş bir tarixə açılır. Daş döşənmiş yollar, bir-birinə sığınan qədimi evlər, sanki əsrlərdir bir sirri qoruyur. Ordubad dağların qoynunda, təbiətin sakitliyində yerləşir. Hal-hazırda bu dar küçə gördüyümüz bax bu sütun, bu keçid Sərşəhər küçəsidir. Və eyni zamanda qarşıda burada Sərşəhərin elə bu gördüyünüz möhtəşəm bir məscididir ki, biz hal-hazırda onun qarşısındayıq. Sərşəhərin keçidindən bu tərəfdə olan bu məsciddə gördüyümüz kimi bu pəncərələr xüsusi rəngli şüşələrdən istifadə olunaraq hazırlanmışdır. Eyni zamanda öz naxış və çalarları ilə tarixi özündə əks etdirir və heç bir mismardan istifadə etmədən, yalnız taxta keçidlərdən istifadə edilərək bu gözəl görüntünü əldə etmişdilər. Bir növ mənə nəyi xatırlatdı bu? Şəki Xan Sarayında olan həmin naxışlara çox bənzətdim. Eyni zamanda orada olan böyük çinar ağacları elə bu görüntüyə sahibdir. Adətən böyük bir meydanlarda böyük bir çinar ağacları var ki, bu da insanların rahatlıqla kölgələnmək və istirahət etməsi üçündür. Amma bu çinarın genişliyi addım-addım ölçəcəm. Buradan başlayır, düz qırağından başlayıram. 1, 2, 3, 4. 4 metr gövdəyə sahibdir. Nəysə, çox maraqlıdır. Hələ də biz bu gəzintiyə davam edirik. Bu arada gəzinti üçün bizə çox dəstək olur. Bir də bu bulağı da gəlin birgə kəşf edək. Səfər edərkən insanlar və eyni zamanda məscidə gəlib ibadət edərkən elə dəstəmazlarını burada alırlar və burada yaxın ətrafda yaşayan insanlar isə elə bu bulaqdan su da əldə edə bilirlər. Bulağın gözündən su götürək. Bax, bismillah. Mən Ordubadı çox sevirdim. Amma bu dəfə başqa bir sevgim oldu Ordubadı. Bismillah. Bax, 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 bax. Bismillah. Elhamdülillah. Çox gözəl suyu. Yer gəlmişkən qeyd etmək istəyirəm ki, biraz əvvəl həm söhbət oldu. Qədimi dar küçələr bizi keçmiş tarixə aparır. Bax, gördüyünüz kimi tikililər var və əlbəttə istəyərəm ki, qarşı tərəfdə biraz əvvəl çinar ağacının önündə olan tikilişə diqqət yetirilsin, tariximiz də qorunsun, qonaqların gəzəcəyi ən gözəl nöqtələrdən biri də elə məhz bu ərazilərdir. Bugün Ordubad şəhərində olduq. Gəzdiyimiz, gördüyümüz maraqlı nə varsa sizinlə bölüşdük. İndi isə sağollaşıram. Özünüzdən müğayət olun, Allaha əmanət olun. İnşallah gələn həftə harda olacağıq, hansı ləzzətləri ovlayacağıq, hansı gəzməli, görməli yerləri sizə göstərəcəyik tam olaraq özüm də bilmirəm. Sağ olun, sağlıqla qalın.